İllərdir gözləyirik. İllərdir gözləyirik. Axır ki, o gün gəldi, çatdı. Bəli, Qarabağ komandası Azərbaycan çempionu ilk dəfə Çempionlar Liqasının liqa mərhələsində Bakıda bir oyun keçirəcək. Deyə bilərsiniz ki, liqa mərhələsində Qarabağ komandası artıq Benfica ilə qarşılaşıb. Bəli, səfərdə. Amma Bakıda bu bir ilk olacaq. Dəyərli dostlar, bir də nəzərinizə çatdırım ki, 2017-2018 mövsümündə də Qarabağ komandası qrup mərhələsinə vəsiqə qazanmışdı və qrup mərhələsində Atletico Madrid, Chelsea və Roma ilə qarşılaşıb onları Bakıya gətirməyi bacarmışdı. Atletico Madridlə 2 dəfə heççi etməklə 2 xal da qazanmışdı. Amma Qarabağ komandası ilklərə imza atmaqdan doymur. Bu il liqa mərhələsində ilk qələbəsini qazanıb. Qalır Bakıda ilk qələbəni qazanmaq. İlk oyunda keçirəcəyik məhz bugün Kopenhagen komandasına qarşı. Bu möhtəşəm oyun Bakı vaxtı saat 20:45-də başlayacaq. Dəyərli dostlar, oyun haqqında və oyundan öncə baş verənlər haqqında, açıqlamalar haqqında sizlərə maraqlı məlumatları çatdıracağam. Həmçinin gündəmdə olduqca maraqlı digər futbol və transfer xəbərləri var. Məncə videonu mütləq sona qədər izləyin. Həmçinin dəstək üçün videomuzu bəyənin, şərhlər bölümündə mütləq fikirlərinizi yazın. Oyundan öncə fikirlərinizi yazın. Qarabağ komandasının Kopenhagen ilə qarşılaşmasında hansı nəticəni gözləyirsiniz? Hesab təxminlərinizi də gözləyirəm, dəyərli dostlar. Mən isə xəbərlərin geniş təfsilatına keçməzdən öncə bir də kanala abunə olub bildirişləri açıq tutmağı tövsiyə edirəm. Qarabağın baş məşqçisi Qurban Qurbanov da oyun öncəsi öz fikirlərini bölüşüb. O bildirib ki, sevindirici haldır ki, belə böyük turnirin oyunu yenidən Bakıda keçiriləcək. Həm sevincli, həm həyəcanlı, həm də məsuliyyətliyik. Bu sözləri Qarabağın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın Kopenhagen komandasına qarşı keçirəcəkləri ikinci tur oyunundan öncə mətbuat konferansında deyib. Mütəxəssis maçça mümkün qədər yaxşı hazırlaşdıqlarını bildirib, çox yaxşı, ciddi rəqibə qarşı oynayacaq. İnanıram ki, futbolçularımız yaxşı oyunla azarkeşləri sevindirə biləcəklər. Qurban Qurbanov vurğulayıb ki, dünyanın Azərbaycan futboluna diqqət ayırması sevindirici haldır. Futbolda ciddi nəticələrimiz olmasa da, ciddi rəqiblərlə oyunlardakı qələbələr xalqımızı sevindirir. Futbola yatırım etmək istəyən şəxsləri də cəlb edir. Meydanda elə çıxış etməliyik ki, ölkəmizə, futbolumuza dəyər versinlər. Belə olanda hər birimiz stadiona ümidlə gəlirik. Biz bunu dərk edirik, məsuliyyət olan yerdə uğur da olur. Baş məşqçi deyib ki, oyun öncəsi futbolçularda qorxu yox, həyəcan var. O futbolçuların mərkəzi arenada keçiriləcək oyunlarda özlərini daha rahat hiss etdiklərini vurğulayıb. Bəlkə də Bakı Olimpiya stadionu hazır olsaydı oyunlarımızı orada keçirərdik. Çünki Çempionlar Liqası kifayət qədər nüfuzlu turnirdir. Orada oynasaydıq meydana eyni məsuliyyətlə çıxacaqdıq. Mütəxəssis əsas heyəti fikrində formalaşdırdığını bildirib. Müəyyən rotasiyalar ola bilər, amma böyük ölçüdə heyəti müəyyənləşdirmişəm. Rəqibin oyun üslubu əvvəlki illərlə müqayisədə təxminən eynidir. Sadəcə hər il daha irəliyə inkişaf edir. Bu il heyətlərində daha texniki və sürətli futbolçular var. Klubun fəlsəfəsi isə dəyişməz olaraq qalır. O, Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün normal vəziyyətdə olduğunu söyləyib. Bəzən müəyyən problemlər olur ki, bu da iqlimlə bağlıdır, amma hər il yaxşıya doğru gedir. Futbolda qələbənin dusturu olur, biz də qalib gəlmək üçün çalışacağıq. Təbii ki, məğlub da ola bilərik. Qarşımızda ciddi komanda var. Biz onların göstərdiyi oyuna hazır olmalıyıq, deyə Qurban Qurbanov fikirlərini tamamlayıb. Qeyd edək ki, oktyabrın 1-də, yəni bugün Tofiq Bəhramov adına Respublika stadionunda Bakı vaxtı saat 20:45-də Qarabağ Kopenhagen maçına start veriləcək. Qarabağın futbolçusu Leandro Andrade Çempionlar Liqasının liqa mərhələsinin ikinci turu çərçivəsində Bakıda başlayacaq Qarabağ Kopenhagen maçı öncəsi öz fikirlərini bildirib. O, mətbuat konferansında Qarabağ azarkeşlərini sevindirməyə çalışacaqlarını deyib. Baş məşqçimiz də vurğuladı ki, bu maç hamımız üçün vacib oyundur. Azərbaycan xalqını sevindirməyə çalışacaq. Bu meydanda ən yaxşı oyunumuzu göstərməyimiz üçün bizi motivasiya edir. Stadionumuz da gözəldir. 26 yaşlı yarım müdafiəçi Danimarka təmsilçisinin gücünü də dəyərləndirib. Kopenhagen əla komandadır. Çempionlar Liqasındakı hər komanda güclüdür. Biz əlimizdən gələnin ən yaxşısını edəcəyik. Meydanda maksimum gücümüzü ortaya qoyacaq. Oyuna maksimum dərəcədə köklənəcəyik.
O Benfica ilə maçdan əvvəl qol vuracağını hiss etdiyini demişdi. Sabah da qol vuracağını hiss edirsən sualına belə cavab verib. Mən oyuna daha çox köklənmişəm. Sabah necə olacağını görəcəyik, birlikdə mübarizə aparacağıq, çox maraqlı oyun olacaq, ən yaxşısını edəcəyimizə inanıram deyə Leandro Andrade fikirlərini bildirib. Kopenhagenin baş məşqçisi Yakov Nestorup da Çempionlar Liqasının liqa mərhələsinin ikinci turu çərçivəsində başlayacaq Qarabağ-Kopenhagen maçından öncə öz fikirlərini bildirib. Mütəxəssis maçdan öncə keçirilən mətbuat konferansında jurnalistlərin suallarını cavablandırıb. O, Tofiq Bəhrəmov adına Respublika stadionunun ot örtüyünün durumundan da bəhs edib. Daha yaxşı ola bilərdi, amma bu bizim üçün bəhanə deyil. Meydançanın vəziyyətindən asılı olmayaraq bizim vəzifəmiz qələbə qazanmaqdır. İdeal olmasa da normaldır. Bir qədər tez gəldi ki, uyğunlaşaq. Səfər yaxşı alındı, sabah oyuna hazır olacaq. Qeyd ki, bu dünən bu müsahibəni vermişdi. Baş məşqçi Ağdam təmsilçisi haqda isə bu sözləri səsləndirib. Rəqibə hörmətlə yanaşırıq. Çempionlar Liqasında bütün komandalar güclüdür. Şərtlər hər iki komanda üçün bərabərdir. Onlar bura gəlib çıxmaq üçün uzun yol qət ediblər. Ferencvaroş kimi komandanı keçiblərsə, bu çox şeydən xəbər verir. Onlar yaxşı futbol oynayırlar. Qarabağın güclü hücumçuları, eləcə də mərkəz müdafiəçiləri var. Kopenhagenin qapısı Dominik Kotarski bildiyiniz kimi Danimarkada şou proqramların birində belə bir açıqlama vermişdi. Qarabağ cırtdan klubdur. Qarabağdan qol buraxacaq qədər zəif qapıcı deyiləm. Artıq Bakıya gələr-gəlməz deyəsən Qarabağın gücünü hiss etməyə başlayıb. Bu dəfə fərqli açıqlama verib. Dəyərli dostlar, ilk öncə Tofiq Bəhrəmov adına Respublika stadionunun ot örtüyündən şikayətlənib. O bildirib ki, stadionda məşq etdik, ot örtüyü heç də yaxşı durumda deyil. Amma rəqib də eyni şərtlər daxilində çıxış edəcək. Şərtlər bərabərdir, sabah bizi çətin oyun gözləyir. Qarabağ olduqca güclü rəqibdir, qalib gəlməyə çalışacaq. Görəsən, Kotarskinin belə tez fikrini dəyişməsinin səbəbi nədir? Dəyərli futbol sevərlər, bildiyiniz kimi Çempionlar Liqasının liqa mərhələsinin ikinci turuna dünən axşam saatlarında start verildi və 9 maç baş tutdu. Bu 9 maçda hansı nəticələr qeydə alınıb, onu sizin nəzərinizə çatdıraq. Atalanta Brüggeni 2-1 hesabı ilə məğlub elədi. Kayrat Real Madridə 5-0 hesabı ilə məğlub oldu. Inter komandası Slavia komandasını 3-0 hesabı ilə məğlub elədi. Chelsea Benfica'nı 1-0 hesabı ilə məğlub elədi. Atletico Madrid Eintrachtı 5-1 hesabı ilə məğlub elədi. Bodo Glimt öz meydanında Tottenham ilə 2-2'lik bərabərlik əldə etməyi bacardı. Marseille komandası Ajax'ı 3-0 hesabı ilə məğlub elədi. Galatasaray Türkiyə təmsilçisi İngiltərə nəhənglərindən Liverpool'u 1-0 hesabı ilə məğlub etməyi bacardı. Qeyd edim ki, 16-cı dəqiqədə penaltıdan Osimhen fərqləndi. Daha sonra oyunda qol qeydə alınmadı. Bavariya isə səfərdə Pafosu 5-1 hesabı ilə darmadağın etdi. Beləliklə, dəyərli dostlar, Qarabağın rəqiblərinə, növbəti rəqiblərinin çıxışlarına da nəzər yetirək. Belə ki, Chelsea komandası Qarabağın rəqibidir bildiyiniz kimi, Benfica'da Qarabağın rəqibi idi. Chelsea Benfica'nı 1-0 hesabı ilə məğlub edib. Qarabağın digər rəqibi Eintracht komandası Atletico'ya 5-1 hesabı ilə məğlub oldu. Ajax isə Marseille'dən 4 gol gördü qapısında, dəyərli dostlar. Gördüyünüz kimi, Qarabağın rəqiblərindən yalnız Chelsea komandası qələbə qazanmağı bacarıb. Dünənki keçirilən görüşlərdə digər komandalar Ajax və Eintracht komandası isə belə deyək, biabırçı nəticələrlə yadda qalıb. Ümid edirəm ki, Qarabağlı oyunda da məğlub olarlar. Çempionlar Liqasının ikinci günündə də 9 maç başlayacaq. Yəni bugün, dəyərli dostlar, 9 maç keçiriləcək. Belçika təmsilçisi Union ilə Newcastle qarşı-qarşıya gələcək. Qarabağ ilə Kopenhagen komandası qarşı-qarşıya gələcək. Bu iki maç saat 20:45-də start götürəcək. Digər maçlar isə saat 23:00-da start götürəcək. Hansı maçlar başlayacaq saat 23:00-da? Arsenal-la Olympiakos, Bayer Leverkusen ilə PSV, Villarreal-la Juventus, Napoli ilə Sporting, Monaco ilə Manchester City, Borussia Dortmund-la Atletik Bilbao və Barcelona ilə PSG komandası qarşı-qarşıya gələcək. Dünənki nəticələrdən sonra Qarabağ komandası 3 pillə geriləyərək 13-cü pilləyə yuvarlanıb. Qalib gələrsə vəziyyətini yenidən yaxşılaşdıra bilər və yaxud oyunların nəticələrindən asılı olaraq vəziyyəti kifayət qədər ağırlaşa bilər.
Təbii ki, burada Qarabağın qələbə qazanması ilə yanaşı digər rəqabətdə olan komandaların da qələbə və ya məğlubiyyəti və vurduğu qolların sayı da önəm daşıyır. Uğurlar diləyək Qarabağ komandasına. Ümid edirəm ki, Kopenhagen üzərində böyük hesablı qələbə qazanaraq ki, eyni xala malik olduğumuz komandaları qabaqlaya bilək. Azərbaycan millisinin baş məşqçisi də bəlli olub. Bugün AFFA-nın prezidenti Rövşən Nəcəf milli komandamızın baş məşqçisi Ayxan Abbasovla görüşüb. Qurumun rəsmi saytına istinadən xəbər veririk ki, görüş zamanı Rövşən Nəcəf mütəxəssisin 21 yaşlardan ibarət milli komandamızla gördüyü işləri, həmçinin əsas milli komandamızın Dünya Çempionatı 2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə bir-birlik bərabərlik qeydə alınan oyundakı çıxışını yüksək qiymətləndirib. AFFA prezidenti Ayxan Abbasovla komandamızın qarşıdakı oyunlarını ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib. Komandamıza növbəti oyunlarda uğurlar arzulayıb. Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəzullayev də iştirak edib. Rəsmi açıqlamadan göründüyü kimi Ayxan Abbasovun milli komandaya mümkün təyinatına dair xəbərlərlə bağlı əlavə məlumat verilməyib. Bununla belə bizə məlumdur ki, Ayxan Abbasov milliyə baş məşqçi təyin edilib, amma konkret hansı müddətə, neçə oyunluq. Bax, bu haqda federasiyadan məlumat almaq hələlik mümkün olmayıb. Sabah növbəti əcnəbi futbolçunu heyətinə qatıb. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Son olaraq Mərakeşin Raja Beni Mellal klubunda çıxış etmiş 25 yaşlı Braziliyalı yarım müdafiəçi Paulo Ricardo Sabahın düşərgəsində də artıq və onunla bir illik müqavilə bağlanılıb. Xeyirli olsun. Dəyərli izləyicilər, bu sizə çatdıracağımız sonuncu xəbərdir. Düşünürəm ki, sizlər üçün də maraqlı xəbərlər oldu. Elə isə videonu bəyənməmişsinizsə bəyənin, şərhlər bölümündə fikirlərinizi yazın. Kanala abunə deyilsinizsə, abunə olub bildirişlər açıq tutun ki, axşamki canlı yayımımızı sizlər də izləyə biləsiniz. Abunə olmayanda sonra deməyin ki, niyə izləyə bilmədik canlı yayımı. Hələlik növbəti videoda görüşmək ümidi ilə.